Süni dırnaqlar xərçəngə səbəb oldu. Britaniyanın 35 yaşlı sakini Lucy Thomas barmağında dırnaq altında qəribə ləkə gördükdən sonra həkimə müraciət edib. Pasiyentə nadir dırnaqaltı melanoma, yəni dəri xərçənginin nadir, lakin son dərəcə təhlükəli növü diaqnozu qoyulub. Lucy uzun müddət akril dırnaqlardan istifadə edib və indi gözəllik həvəskarlarını bu vərdişdən çəkinməyə çağırır. O xüsusilə süni dırnaqları vaxtaşırı çıxarmağı, hətta ümumiyyətlə onlardan istifadə etməməyi tövsiyə eləyir. Həkimlərin sözlərinə görə dırnaqaltı melanoma çox rast gəlinməyən bir xəstəlik olsa da aqressiv şəkildə inkişaf eləyir və vaxtında aşkar edilməzsə həyati təhlükə yarada bilər. Həmçinin dırnaqların təbii vəziyyətdə belə mütəmadi olaraq yoxlanılması çox vacibdir. Əgər dırnaqların altında qeyri-adi ləkə, zolaq və ya rəng dəyişiklikləri müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.